Xalidə Gözəl ömrünün 20 ildən çoxunu televiziya həsr edib. Dövlət televiziyasında dik xəbərlərlə yanaşı bir çox bədii səbirsiz verilişlərin də aparıcısı olub. Belə sevgisini də televiziyada tapıb. Məşhur diktor Davud Əhmədovla ailə həyatı qurub. Hazırda təqaüddə olsa da, ürəyi yenə də studiya, mikrofon üçün döyünür. O televiziya bizim məktəbimizdir. O televiziya bizim həyatımızdır. Biz Azərbaycan Dövlət Televiziyasının qızıl dövrünü yaşayan insanlar olmuşuq. Mən Azərbaycan Dövlət Televiziyasında Davud kimi həyat yoldaşı özümə tapmışam. Azərbaycan Dövlət Televiziyası məni dünyaya tanıdıb. Mən oranın ünvanını daşıyarkən, yəni diktor olduğum halda, mən vətənimin, xalqımın haqq səsini dünyaya duyura bilmişəm. Türkiyənin dövlət kanalları ilə. Xalidə xanımın gözəl səsi təkcə televiziya ekranından yox, yaşı ondan da çox olan radiodan da gəlib. Radyo isə Bakıda 1926-cı il noyabrın 6-sından fəaliyyətə başlayıb. Məhz bu gün ilk dəfə paytaxtın küçə və meydanlarında qurulmuş reproduktorlardan danışır Bakı sədaları eşidilir. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik oldu. Danışır Bakı RTV8. Radionun ilk studiyası Milli Elmlər Akademiyasının əsas binasında, keçmiş İsmailiyyə binasının 3-cü mərtəbəsində. Cəmi 3 otaqda fəaliyyətə başlayıb. 1956-cı ildə isə Bakı Televiziya Mərkəzi tikilərək istifadəyə verilir. İlk vaxtlar verilişlərə yalnız Bakı və Sumqayıtda baxmaq mümkün idi. İllər keçdikcə televiziyanın əhatə dairəsi genişləndi. Azərbaycan Dövlət Televiziyası adı ilə efirə çıxan kanal Sovetlər dönəmində ana dilimizin təbliğində əvəzsiz rol oynayıb. Azərbaycan suverenlik əldə etdikdən sonra dövlət televiziyası ilə yanaşı müstəqil telekanallar da fəaliyyətə başladı. Tək paytaxtda özəl telekanalların sayı ondan çoxdur. Hazırda ölkə ərazisində 50-dən artıq qurum televiziya və radio yayımı ilə məşğuldur. Bura internet və kabel televiziyalar da daxildir. Xalqın maariflənməsində, milli mənəvi dəyərlərin təbliği və qorunmasında mühüm rol oynayan kanallardan biri də 2000-ci ildə fəaliyyətə başlayan Lider televiziyasıdır. Hər zaman öz tamaşası auditoriyası ilə seçilən kanal 107 FM radiosu ilə də dinləyicilərin qəlbinə yol tapıb. Lider öz dəstək xətti ilə seçilir və texniki imkanlarını daim inkişaf etdirir. Qeyd etmək yerinə düşər ki, ilk telekommunikasiya peykimizin orbitə buraxılması ilə televiziya və radio yayımı sahəsinə imkanlarımız daha da genişlənib. İlqar Qulusoy, Lider TV.